Hər vaxtınız xeyir olsun. Bu günlərim Ucar rayon Bərküşat kənd sakininin çağırışına gəlmişik. Çəkilişə Ucar rayon Bərküşat kəndində çəkilişdəyik. Mahir dayı illərdir ki, əziyyət çəkir. Xahiş elə ki, Namik, gəlin buranı da çəkin. Bəlkə bizim səsimizi sizin çəkişiniz vasitəsilə Azərbaycan Respublikasının prezidenti Cənab Prezident İlham Əliyev, Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyeva və aidiyyəti qurumlar səsimizi eşidib, səsimizə səs verər. Demək, vətəndaşın istəyi nədir? İllərdir ki, yolsuzluqdan əziyyət çəkir. Gördüyünüz bu, yəni süni şəkildə düzəldilmiş ayaqla keçiləsi yol. Dəfələrlə vətəndaş xəstədir. Bura Ucar rayon təcili tibbi yardımı gəlsələr də, bax bu gördüyünüz körpüdə neçə dəfələrlə dediyinə görə ki, yıxılıb. Vətəndaşın yolu yoxdur. Buradan istəyir ki, bax bu arxın buna yol versinlər. Kənd bələdiyyəsi, kənd icra nümayəndəliyi gəlib hər dəfə gələndə deyiblər ki, düzələcək. Ucar rayon su meliorasiya müdürünə də müraciət ediblər, xahiş ediblər, deyib ki, hər şey düzələcək, amma düzələsi bir şey yox. Düzələcək deyiləninin üstündən artıq 4 ildir keçib. Bu da öz ciblərin büdcəsinə deyəndə vəsaiti ilə aldığı həmən o yol üçün alınan eni 1 metr 20 sm olan su boruları. Ümid edir ki, bizim bu çəkişimizi aidiyyəti qurumlar görüb dərhal Ucar rayon su meliorasiya idarəsinə, Ucar rayon Bərküşat kəndi bələdiyyəsi sədri Rauf müəllimə, Ucar rayon icra nümayəndəliyi, Bərküşat icra nümayəndəliyi nə də yəqin ki, göstəriş veriləcək. Tez bir zamanda məsələ öz həllini tapacaq. Amma adınızı, familiyanızı deyin. Nəbləri Mahir Zaidoğlu, Bərküşat kəndi. Mən onda bu körpüdən örsələrdə çəkilişi gətirmişəm ki, mənə aidiyyəti qurumlar köməklik eləsin bu ki. Mən su idarəsinin müdürünə xahiş eləmişəm, gəlib özü baxış getirdi. Asif müəllim gəlib baxış getirdi. Dəfələrlə deyib ki, köməklik edəcək, salacaq, amma fırladırlar. Axır vaxtlarda getdim, qəbula buraxmadı. Deyir, get işinlə, get hara deyirsən, deyir, sənə qoyacam körpü salmağa. Rauf müəllimə də demişəm, xahiş eləmişəm, o da gəlib baxış getirdi. Amma Vasif heç nə yox. Sizdən hansısa pul istəyibmi ki, yəni bu qədər pul ver, gələk düzəldək? Pul tamamla istəməyib, amma yağın umub, mənim də maddi cəhətim yoxdur. Özünüz də xəstəsiz? Özümdə il yarımda xəstəyəm. Yəni çəkişi çıxarmısınız bura, yəni sizin aidiyyəti qurumlara müraciətinizdə yəqin ki? Bəli. Ki, mənə köməklik eləsin, mən bu körpünü salaqda bıram. İllərdir mən zulum çəkirəm. Xəstəm olur, gəlir skoru keçə bilmir. Cinət dəfələr onu ayağı türüntüb az qalıb ki, arxa yıxılır. Və insanıq da bilmir. 21-ci əsrin yolu. Bu 21-ci əsrə məxsusdur. Bu çəkiş edəndə Nicat Rəhimovun bir sözü yazma düşür ki, əziz və yazıq ucarlılar. Həqiqətən də əziz və yazıq ucarlılar yox, əziz və yazıq Bərküşatlılardır. Bərküşat cəmaatı deyilikcə yəni mən özüm də Bərküşatdayam. Bərküşat cəmaatını deyilikcə, yəni deyirlərdi, inanmırdım. Çoxdandır burada yaşamadığım üçün, yəni bəzi şeylər bilmirdim. Gəlib belə çəkişlər görəndə, belə bir şey görəndə həqiqətən də görürəm ki, Bərküşat çox acınacaqlı bir vəziyyətdədir. Nə icra nümayəndəliyi tərəfindən baxılmır, ya da bələdiyyə tərəfindən. Ümid edirəm ki, bu çəkilişimizdən sonra vətəndaşın arzusu və istəyi yerinə yetiriləcək.